çok hörmətli Cənab Prezidentimiz, əziz şəhid ailələri, şəhid ailələri və Qarabağ qaziləri. Sizə müraciət edərək demək istəyirəm ki, Adil Əliyev öz mənlə görüşündə deyir ki, rəhbərlik mənə tapşırır ki, şəhid ailələri və qaziləri çox incit, müharibə veteranları çox incit. Bu sözü rəhbərlik deyirsə, mən Cənab Prezidentin siyasətinin, dövlətin siyasətinin əleyhinə kim deyir, kim tapşırığı verir, onu araşdırmaq üçün Cənab Prezident şəxsən sizə müraciət edirəm və deyirəm ki, belə bir şey olmaz. O ki qaldı, bu qanunsuz tikiliyə, qanunsuz tikiliyə ilə əlaqədar mənim burada götürüb dam hissəsində təmir işi aparıldım, bəzək işi aparıldım. Ona görə məni döydülər, 6 xəsarətim var, məni damdan atmaq istədilər, öldürməyə cəhd elədilər Adil Əliyevin adamları. Adil Əliyev isə qanunsuz tikilir, burada sözdə devam edir. Qardaşım, bir daha sual verirəm dövlətimizin rəhbərlərə, Baş Prokurorluğa, Daxili İşlər Nazirinə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə və bir vətəndaşı döyürlər, xəsarət varsa, müraciət varsa, heç bir tədbir görülmürsə, Adil Əliyev bu boyda qanunsuz tikilini hansı formada aparır? Qabaqda da bunu tikilini aparmağa başlayanda Neft şirkəti bu torpağı bir ay mühafizə elədi və bu mühafizə şirkəti burada post quruldu. Və bir aydan sonra götürdü ki, Neft şirkəti dedi ki, artıq bu neft ərazisi deyil. Sahiblər yazıldı, neft ərazisi deyil. Əgər neft ərazisi deyilsə, neft şirkəti məni 36 kvadrata görə 3 il məhkəmədə niyə süründürürdü? 3 il məni süründürəndən sonra Ali çox hörmətli İnam Kərimov Ali Məhkəməyə sədr təyin olunandan sonra bu məhkəmə qərarı mənim xeyrimə təsdiq olundu ki, həqiqətən bu ərazi mənə aiddir. Bu dövlətin verdiyi dövlət başçısının təşəbbüsü ilə verildiyi torpaq sahəsidir və mənə aiddir və həmin iddianı rədd etdilər. Ali Məhkəmədən rədd etdilər. Bax, bu deyim ki, Şahanşahın otlaq sahəsi olsun. Bu Adil Əliyevin ticarət obyekti olsun. Bu vətəndaşlar, bu məktəb hara keçsin? Bu məktəbin çıxışına qədər bu obyekt buradan tikir. Buradan o deşidən çəkdirən o obyekti. Bu obyekti bu formada tikir. Bu boyda. Şimdi bir daha Cənab Prezident, demək istəyirəm ki, bu məktəbdə 740 nəfərlik şagird kontingentində tikilmiş məktəbdə bugün 2600-2500 şagird təhsil alır. Bunların tərpənməyə yeri yoxdur, maşınların hərəkət etməyə yeri yoxdur. Bu insanların, bu şəhidlərin, bu məktəb Azərbaycan dövlətinə 3 şəhid verib. Bu məktəbin şəhidləri üçün burada öncəki icra başçısı Əziz Əzizov söz vermişdi ki, şəhid kompleksi yaradacaq və əlavə bir məktəbin korpusu burada tikiləcək. Əslində bunun ticarət obyekti tikmək üçün gecələr Adil Əliyev öz cinayətkar əməllərini yerinə yetirmək üçün qaziləri, şəhid ailələrinə qarşı belə amansız mövqe tutub məhkəməyə verir, döyür, öldürür. Ancaq dövlətdən heç bir səs çıxmır. Dövlət orqanları heç bu haqda danışmaq istəmirlər. Bu məktəbin ətrafını belə götürəndə bu bayram vaxtı gecələr döyüşür, bunu tikəndən sonra bu məktəbin şahidliyi hara gedir? Bu məktəbin çıxışına, qapısına qədər bu ticarət obyekti tikir. Bu ticarət obyekti tikintisindən bəlkə bu Şahanşahın torpaq sahəsi və bu məktəb şagirdlərinə yer ayrılırmı? Bu məktəbin gələn valideynlərinə yer ayrılırmı? Heç bir, hər kəs öz şəxsi mənəviyinə görə dövləti nəzərə almır, xalqı nəzərə almır. Bu şəhidlər kompleksini tikmək üçün mən şəxsən daş tökmüşdüm ki, öz məsləhəti nizamına tikim ki, bu şəhidlər kompleksini yaratılsın və burada insanlar heç olmasa maşını saxlayıb bir şagird məktəbə daxil olanda vətənpərvərlik mövzusunda bir, necə ki, heç olmasa bir reklamı olsun. Necə ki, dövlətçiliyə bir təsiri olsun.
Diğer taraftan muhtelif tür insanların, hürmetli memurların, hürmetli devlet organlarının adlarını çekir. Adil Əliyevin adamı, bu dediğim təsərrüfat şöbəsinin müdürü veya da özü deyir ki, ya bu əlim Nağıyevin üçün tikilir, nə bilim filan kəslər üçün tikilir. Bu adın hallanması belə bir daha deyim köyünə icra başçısı da, indiki icra başçısı da bu addan istifadə edilir. Çox xahiş edirəm əlimdən bu haqda ölçü götürsün. Bunun adını niye hallandırırlar? Niye böyle bir necə ki formada cinayete yol verirler? Bir Qarabağ qazisi, Qazi atasını döyüp ticaret obyektinin üstünü söküp ve onun reklamını, onun meclisini sarbat ediyor. Bu böyle tikildi, bu böyle ticaret pazarı, bu böyle pazarın tüketisine devlet organları hiçbiri münasebet bildirmiyor. Bu bayram vakti ben her birine müracaat ederim. Sana prokuror, ben baş prokurorluğunda şikayette olmuşam, ben şehir prokurorluğunda şikayette olmuşam, mobillerin kabulünde olmuşam. Ben rayon prokurorluğunun kabulüne düşebilmirəm. Rayon prokurorluğunun kabul edemiyorum. Ben bizdeki hasenatlarım ortada, benim de dövülme faktım ortada. Hiçbiri tedbir görür. Ancak bugün Adil Əliyev Gazini hem məhkəməyə verir, qazilərin ilcidir, qazilərin necə ki, amansız mövqe tutub şəhid ailələrin ilcidir. Digər tərəfdə şəhid ailələrinin və yaxud da uşaqlarının üzündən öpməklə bunun üstünü örtür. Şəhid ailələrinə mən müraciət edirəm ki, Adil Əliyevə görə heç vaxt aldanmasınlar onun fitnəkarlığına və buna görə də hər birinizə təşəkkür edirəm. Çox xahiş edirəm ki, bunu paylaşın, dövlət başçısına çatsın. Məktebi elektrik. Bu məktəbin necə ki, uşaqları istemez da girip çıkmaya yer açılsın. Məktəbdən burada elektrik enerjisi verilir bu obyekt tüketisi için. Bu kanunsuz əməllə de son qoyulsun. Elektrik enerjisi məktəbin hesabına istifadə olunur. Devletin işığını istifadə edilir şəxsi obyekt tikmeye, bazar tikmeye. Ve bu məktəbə əlavə korpus söz verilmişti. Bu korpus sözü verilmişti saat 6'ya 7'ye kadar kış vakti məktəb uşaqları 3 simin burada təhsil alırlar. Məktəbə yer yoktu. Çok xahiş edirəm ki, devlet organları bu haqda fikirləşsinlər və bizə necə ki, bu vətəndaşlara bir köməklik dursunlar, bir arxa dursunlar. Cənab Prezident, deyirsiniz informasiya verin, informasiyanı veririk. Bəzən informasiya veren adamları, devleti seven, prezidenti seven adamları o kadar incidirlər ki, devlete, prezidente karşı hansısa ifadəni istəsin və ona göre de cezalandırılsın. Ben çok xahiş edirəm Cənab Prezident. Bir daha sizden de xahiş ederim ki bu acınacaklı vəziyyətin yığışdırılmasına, bu bazarın buradan yığışdırılmasına bir gösteriş veresiniz. Her birinize teşekkür ederim. Bu kanunsuz tikili, geceler tikili, geceler icra hükümeti binaları sökür, geceler cemaatin evlerini sökür, geceler yani ki ne çekiliş yaparmak olur, ne ona bir tesir eləmək olur. Ben de defalarla dövülmüşüm, yine dövülmek istemiyorum, yine ölmek istemiyorum. Beni ölümle neden değil, çok xahiş ederim ki benim karşı olan bu təzyiqi, mənə karşı olan bir adaletsizliğin aradan kaldırılmasına mənə köməklik etməlidir. Her birinize, kulak asanlara teşekkür ederim, minnettarım. Allah sizleri korusun, Allah Azerbaycanımızı korusun, Allah devlet başçısı İlham Əliyev'i korusun ve her birinize teşekkür ederim. Bir de Mehriban Hanım'a ben yine Cənab Prezident'e xahiş edirəm ki bu barədə bizə köməklik eləsin, insanlara köməklik eləsin. Yani ki indiki hal-hazırdakı dövrdə də məhkəmə yox, məhkəmə də üzr istəyirəm, bir erkek dananın doğuşu hakkında bir buzov atırğı bir kuzu atır qabağına ve onun doğuşu hakkında bir bəqalə yazır ki, həqiqətən bu məhkəmə qaydasında da bunu mümkün değil həll eləmək və dövlət başçısından birbaşa kömək istəyirik, yardım istəyirik. Diqqətinizə görə bir daha təşəkkür edirəm.